Sabah gün divara asdığım saat hər gün vicdanımın sözündən asır. Durmadan başıma dönür, dolanır, qəflət pərdəsini gözümdən asır. Məni bu saatın əqrəbi sancır, sancır, düz danışan dilimdən məni. Qonağım şair, qəzəlxan Arif Buzovnalıdır. Xoş gördük sizi. Xoş gününüz olsun. Necəsiz? Şükür olsun. Tək yaxşı olun. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Allahdan soruşurlar ki, bəs bu insanlar necə yaşayacaqlar dünyada? Bir halda ki, ola bilirlər ki, öləcəklər. Xanım o nə qədər gizli qalırsa, bir o qədər cəzb edicidir. Elə şeylər var ki, onlar ictimailəşə bilmir. İctimailəşəndə eybəcərləşir. Amma bugün biz hər eybəcərliyi ictimailəşdirib insanlara göstəririk axı. Danışanların böyük əksəriyyəti haqqı gizlətmək üçün danışır. Haqqı demək üçün yox. Bugün insanlar nə axtarışındadır? Çox əziyyət çəkmisənsə də, çox səhvlərin, günahların içine düşmüsən belə, onlardan ibrət almaq şansın daha çoxdur. Hər kəsən bir şey üçün gəlir bu dünyaya, aşiqlərdən başqa. Mən bugün ölsəm, yəni indi ölsəm, uf demərəm. Satdı Adəm babamız cənnəti bir boğdaya. Mən də dünyanı həmən qiymətə satdım, gəldim. Bir gün öləcəklərini bilən insanlar necə xoşbəxt ola bilərlər həyatda? Şəhərdən, mühitdən, insanlardan qaçaraq heyvanların içərisində insan olmaq asandır. İnsanların içində insan olmaq. İnsanların içində insan olmaq, insanların içində o insani xüsusiyyətləri qorumaq, saxlamaq çətindir. Səndən aşağı olan bir varlıq sənə nümunə ola bilməz. Hər kəsən bir şey üçün qorxur əslində. Bu qorxuları hiss edilənləri var, hiss edilməyənləri var. İnsan qorxu ilə yaşayır. Həyat qorxu üzərində qurulub. Tələləri, cəhənnəmin tələsini biz qururuq və özümüz üçün qururuq onu. Çəp baxıb düz görmək, düz istiqamətdir. Ümumiyyətlə, heyvanlar insanlar üçün misal çəkilməməlidir. İnsan köhnəlir, yoxsa qocalır. İnsan yaşadıkça hər şey xarab olur. Mən düşünmürəm ki, Allah insanı incitməklə onu sınayar. Bəzi yolsuz yola gəlsin deyə çıxdım yoldan. Mən sözün açığı bu yerlərə enmək istəmirəm. Yaxşı dediniz, enmək istəmirəm. Fədakarlıq ya özünü qurban vermək ağıl da tələb eləyir. Biz öz bəlalarımızın, öz bəd əməllərimizin əziyyətini çəkirik. Əslində hər şeydən qorxuram. İşindən, gücündən ayıracaq hər şey qorxuludur insan üçün. Və sizin bu saat qəzəlinizlə başladım verilişə və davam eləyirsiniz ki, dünyada heç nədən qorxum olmayıb. Bircə bu saatdır qorxudan məni. Niyə? Niyə bax saat sizi qorxudur? İnsan ümumiyyətlə yaşadıkça arzular çoxalır və hətta böyüyür arzular. Bu arzuların böyük hissəsi də insanın ailəsi ilə bağlı olur, övladları ilə bağlı olur. Yəni bir müddətdən sonra özün üçün yox, ailə üçün, cəmiyyət üçün, dostlar üçün başlayırsan yaşamağa, zamanlı onlar üçün ayırırsan. Birdən zaman çatmaz, birdən mənə olunan yaxşılıqlara cavab verə bilmərəm. Birdən insanlığımı sübut eləməmiş dünyadan gedərəm. Birdən övladlarıma yaxşı ata ola bilmərəm. O zaman həmişə imkan verir ki, insan həm səhvlərini düzəldə bilsin, həm də eləyə bilmədiklərini, həyata keçirdə bilmədiklərini həyata keçirsin. Ona görə zaman qorxudur insanı ki, birdən o imkan olmaz, o şərait olmaz ki, sən həm arzularına çatasan, bu dünyada yaşayıb, bir müddət çırpınıb, əziyyət çəkib, qaçıb, sonradan o bir dincələn zamanı da olmalıdır, zövq alan zamanı da olmalıdır. İnsan yalnız işləmək üçün, çalışmaq üçün, bilmirəm, qaçmaq üçün yaranmayıb ki, insan həm də bütün Allahın gözəlliklərindən
bir zövq almağa da vaxtı olmalıdır. Bütün bunlar qarışıq, üst-üstə gəlsə, o şeirin içərisində həm dünyanın vəfasızlığından, həm insan ömrünün qısalığından, həm insan arzularının böyüklüyündən, əl çatmazlığından, eyni zamanda sonsuzluğundan söhbət açılır. Və zaman da o vaxt qorxudur insana ki, açan ki, sən öz arzularınla, yarımçıq arzularınla qalırsan. Sabahı yaşamaq lazımdır. Sabah səni dəyişdirəcək. Sabah ümumiyyətlə hər zaman varmı? Sabahı görmək olurmu? Sabaha plan qurmaq olurmu? Adətən deyirlər ki, bugünlə yaşa. Yox, insan elə sabahla yaşamağı bacarmalıdır. Çünki əgər sabahla yaşamayacaqsansa, qarşıma bir hədəf qoymayacaqsansa, qarşıma bir məqsəd qoymayacaqsansa, bugünlə yaşamaq çox üzr istəyirəm. Hər bir canlının işi bugününü başa vurmaqdır. Başa vurmaqdır, təmin etməkdir. Baxırsınızsa, əgər heyvanat daim axtarışdadır, yemək axtarışındadır. Yəni, durmadan yemək axtarır. Bugün insanlar nə axtarışındadır? Mən düşünürəm ki, onun içərisində hər şey var. Yəni, insan fiziki olduğu qədər də ruhani varlıqdır. Yəni, onun mənəvi tərəfi də var. Əgər necə ki, biz yemək olmadan o aclıq çəkiriksə, qüvvəmiz azalır, xəstələnirik, qarşımıza çıxan maneələrə gücümüz çatmır. Məsələn, bir daş var yolumuzda. Əgər gücün olmasa, o daşı yoluna ata bilməyəcəksən. Deməli, ilk bizim təməl ehtiyaclarımız yeməkdir, qidadır, həm də. O daşı qaldırmaq üçün mütləq lazımdır ki, qüvvən olsun. O qüvvəni də təmin edən şey insanda qidadır. Amma qarşımıza bizim mənəvi maneələr də çıxır axı. Onların da öhdəsindən gəlmək üçün gərək o mənəviyyatımızı da qidalandıraq. O da güclü olmalıdır. Birini ac, birini tox buraxmaq olmaz. Kim edir o birini ac, birini tox? İnsanın öz əlindədirmi tox olması və yaxud da ac qalması, yoxsa Allah Taala insana bir yol, bir cığır açır? Cığır deyəndə ki, Allah Taala insana o genişlikdə bir yol göstərib ki və açıb ki, onu görməmək üçün görməyən, yəqin ki, o mənəvi gözləri olmayan, bəsirət gözü olmayan insanlardır. Mənəvi kordular olar. O yollar həmişə var. Təkcə bu mübahisəli mövzudur. Məsələn, psixoloqların da arasında, sosioloqların da arasında həmişə bu mövzu var, bu mübahisə var ki, insan özü mü təqsirkardır, yoxsa ətrafı mı təqsirkardır, yaşadığı cəmiyyətmi, böyüdüyü şəraitmi, ailəmi, hamısının təsiri var, təbii ki. Amma bir yaşa gəlib çatırsan, əgər çox əziyyət çəkmisənsə də, çox səhvlərin, günahların içine düşmüsən belə, onlardan ibrət almaq şansın daha çoxdur. Və sənin düzəlmə ehtimalın, sənin o haqq yolunu, doğru yolu, yəni haqq yolu deyəndə insanlar elə bilir ki, dinə çağırışdır bu. Haqq yolu insanın öz həyatını düzəldə biləcəyi, mənəviyyatı ilə fiziki həyatının arasında o balansı yarada biləcəyi yoldur. Harada ki, o özünü həm insan hiss eləyəcək, həm də o insan qalması üçün çalışacaq. Hər kəsən düşdüyü çətinliklərdən, bəlalardan ibrət alıb çıxa bilməlidir. Əgər ibrət almırsa, ikinci dəfə düşürsə, ora, onun üçün bizim məsəlimiz də var, onu burada çəkmək istəmirəm. Amma görərsən ki, heyvan da palçığa bir dəfə düşür. Tamaşaçılarımız da yəqin ki, hər şeydən xəbərdar. Bəli. Bayaqları bir ifadə işlətdiniz, əxlaqına görə kiməsə hörmət etmək. Bugün kimə və nəyə görə bir çox hallarda hörmət edib qabağında belə səcdəyə gedirlər, baş əyirlər? Yəni, mən əyirlər, yoxsa əyməlidirlər, bu başqa-başqa mövzulardır. Məncə, insanın qarşısında əyilməməlidir, buna ehtiyac yoxdur. Qamətimiz düz olsa, düz dayanıb müxtəlif hörməti, diqqəti göstərə bilərik. Çox sağ olun. Müxtəlif diqqəti, hörməti dik dayanaraq da göstərə bilər. Əyilmə, burada ümumiyyətlə əyilmək ifadəsi istər fəlsəfədə, istər ədəbiyyatda, istər məişətdə özündə də müsbət bir hal deyil. Bu, biz ancaq, məsəl üçün, şeirin içərisində də ancaq Allahın qarşısında əyilmə var. Yəni, səni yaradanın qarşısında əyilmə var. Bu da çox
belə necə deyim, ev içi bir məsələdir, bilməm, ailə içi bir məsələdir. İnsan anasının qarşısında, atasının qarşısında əyilər, yəni əyilib onun ayağını yuyar, corabını geyindirər, onu heç düşünməz ki, bu barədə burada bir əyilmə var. Necə ki, namaza əyiləndə, Allahın qarşısında ibadət eləyəndə, əyiləndə onu fikirləşmirsən. O əyilmə zaten əyilmə sayılmır. Orada əyilmə sözü hərəkəti bildirir. Bir də var ki, o hərəkətin içi dolu olsun. Onu daha çox qeyri-mənəvi və yaxud nəfsani istəklərlə doldurasan, onda o əyilmə artıq sadəcə hərəkət olmaqdan çıxır. Bu bir cəmiyyətin bəlasına çevrilə bilər. Məclislərdə olmusunuz, bir çox kişilərlə, bəylərlə ünsiyyətdə də olmusunuz. Görmüsünüz ki, birinin imkanı çoxdursa, amma biri savadlıdır, dəryadır, dünyadır. Amma hamı qaçır o imkanlının qabağına, əyilir. Mən həm də o əyilməkdən danışıram. Halbuki ondan mənəvi qida heç nə almayacaq, heç maddi də ona köməyi dəyməyəcək. Sizi incitmirmi o məclislərə gedəndə o insanların, o kişilərin o cür əyilməyini, o cür mənəviyyatını itirməyini görmək? Məni incitmir, məsəl üçün. Çünki mən olduğu kimi dünyanı qəbul eləmişəm. Yəni, orada təəccüblü bir şey yoxdur. Bu 1000 ildir belədir. Bundan sonra da belə olacaq. Yəni, bunu düzəltmək ehtimalımız, o əyilən şəxsin özünün səbəbləri var, bəlkə də müsbət səbəbləri var. Elə səbəblər ola bilər ki, bəlkə bir insan həyatını xilas eləyir, özünü, öz şəxsiyyətini fəda eləmək bahasına eləyir bunu. Biz bəzi zahiri görürük. Yəni, batinində nə var məsələnin, onu anlamırıq. Və o əydirən şəxs, bəlkə heç razı deyil özü ki, onun qarşısında əyilsinlər və yaxud o qaçır o adamlardan ki, kimsə o yaltaqlıq məqsədi ilə ona yaxınlaşır, ya varında dövlətini görür. İnsanların içini bilmək o qədər də asan məsələ deyil. Biz zahirə qiymət veririk. O zahirin verdiyi informasiya nə qədərdirsə, o qədər özümüzü yoruruq. Yəni, kimin halı var, zamanı var, ya bəlkə də heç imkanı da yoxdur, nə dünya görüşü, nə savadı çatmır ki, incələsin məsələni və bir şəxsin, o əyilmiş şəxsin, ya o dik şəxsin daxilini üzə çıxartsın və əgər çıxardıbsa da üzə, buradan nə fayda götürə bilər? İnsanlar informasiyanın faydalısından istifadə etməlidir. Övladım mənə yaxınlaşır, deyir ki, burada mən dil altı saitlər, dil ortası saitlər, uzanan saitlər, uzanmayan saitlər filan deyir, bunları öyrənir. Deməli, deyir ki, mənə ki, görüm, düz cavab verirəm, yəni özünü yoxlamaq istəyir. Öyrənməlidir, deyirəm, öyrən. Amma bil ki, mənim 50 yaşım var, mənə həyatda bir dənə yerdə lazım olmayıb bu. Bir dənə yerdə saitin, o fonetikanın incəlikləri ancaq bəlkə dilçilərə lazım ola bilər, öz işlərində, spesifik işlərində. Amma bir insana həyatın hansı məqamında lazım ola bilər bu? Harada biz o uzanan, dodaqlanan, sait filan dil altı, buna heç bir yerdə həyatda lazım olmayacaq insana. Ona görə daha, məsəl üçün, praktik, insana lazım olan, onu çətin vəziyyətdən çıxara biləcək, onu ümumiyyətlə o çətin vəziyyətə salmayacaq məsələlər uşaqlıqdan, lap o körpə vaxtında insana aşılanmalıdır ki, o gəlsin o kamilliyi, məsəl üçün 20 yaşında intiharı deyil, inkişafa meyl eləsin. O özündə o psixoloji çətinlikləri aşa bilmə gücünü tapa bilsin. İnsanlar faydalı informasiya aldığı müddətcə özlərini qoruya bilirlər və ailələrini. Faydasız informasiya isə əksinə onları o həmin uçuruma sürükləyir. Çünki faydasız informasiya əlində o kağızdan qılınca bənzəyir. Nə hücum eləyə bilirsən oyuna, nə müdafiə oluna bilirsən. Bayaqları söylədiniz ki, biz insanları zahirdən göstərdikləri qədər tanıyırıq da. Belə bir fikir var və bir çoxları deyir ki, geyim əxlaqın göstəricisi deyil. Bunu deyənlər var. Hər şey ölçüsünün kənarında olanda o qədər vulqar görünməz. Yəni, nə olursa olsun, hətta elm belə. Amma çox sıra dışı olanda, yəni o ölçülərdən çox kənara çıxanda, onda təbii ki, insanların diqqətini cəlb eləyir. Əgər bir şəxs bununla diqqət cəlb eləmək istəyirsə,
yəni o geyimlə diqqət cəlb etmək istəyir. Bir müddətdən sonra, yəni insan onu bir dəfə, iki dəfə göz görüb yorulacaq bir müddətdən sonra və o bitəcək. İnsanlar bağlı qaldıqca, xüsus bu, mən başa düşürəm, daha çox xanımlara aiddir o geyim məsələləri bizim cəmiyyətin içərisində. Xanım o nə qədər gizli qalırsa, bir o qədər cəzb edicidir. Elə şeylər var ki, onlar ictimailəşə bilmir. İctimailəşəndə eybəcərləşir. Amma bugün biz hər eybəcərliyi ictimailəşdirib insanlara göstəririk axı. Yox, o eybəcərliyi göstərməyin də bir mənası yoxdur. Görürlər də onu onsuz da. Yəni, o tirajlamaqla sən cəmiyyətə nə fayda verə bilərsən? Məsəl üçün, bir insan pis iş görür. Sən onu o gördüyü pis işə görə söysən o düzələcək, danlasan o düzələcək, ona həbs versən o düzələcək. Yəni, mən buna inanmıram. Mən ona inanıram ki, o insanın yaxşı cəhətləri var. Onları göstərmək lazımdır. O, onlara özü də inanmalıdır. O bilməlidir ki, bu cəmiyyətin içərisində ona bu cəhətlərinə görə hörmət edirlər, bu cəhətlərinə görə sevirlər. Ən sevilməyən insanlar var. Çox belə üzündə nur yoxdur bizim dillə desəydə belə xalqın içərisində belə deyirlər ki, nursuz insan. Yəni, nuru yoxdur. Ya, məsəl üçün, dünya görüşü çox sənə görə ilk baxışdan çox dardır. Çox sevimsiz, sevgisiz insana bənzəyir, amma onun da sevəni var. O da ailəsinə daxil olanda qucağına atılan insanlar var, onu qucaqlayan insanlar var. O sevgini oradan aldığına görə o evdə cəmiyyətdəki kimi deyil. Cəmiyyətdən sevgi ala bilmədiyinə görə orada dəyişir. Əgər cəmiyyət də biri-birini o sevgini ötürə bilsə, bəlkə evdən sevgi almadığına görə elə cəmiyyətdə özünü o cür aparır. Yox. O insanın, bax, hər yerdə insan özü üçün təhlükəsizlik bufer deyirlər, bufer zona deyirlər və yaxud siyasətdə deyirlər, bunu dövlətlər arasında. İnsan hamımızda o var. Bir təhlükəsizlik zonası yaradırıq ki, ora qədər insanlar o məsafəni keçməsinlər, ora qədər gələ bilsinlər. Qırmızı cizgi olur da. Qırmızıdan qabaq bir dənə də orada başqa bir rəngdə bir cizgi düzəlmiş ki, qırmızı son etapdır. Danışanda da insanlar elədir. Məsəl üçün, bir-birinə söhbət eləyəndə, qrup halında ya ikili, üçlü söhbət eləyəndə bəzən insanlar lazım olmayan mövzulardan özləri qaçırdırlar söhbəti. Söhbəti dəyişirlər. Hətta bura qədər deyə bilərəm ki, bəzən insan ona görə danışır ki, insanların ondan soruşa biləcəklərini önləsinlər. Ki, o suallar onlara verilməsin. Bəzən danışır ki, mövzudan çox uzaqlaşsın. O mövzuya gəlib çıxmasın söhbət. Yəni, danışmaq hələ haqqı demək deyil. Hər şey demək deyil. Danışmaq eyni zamanda o həqiqəti örtbasdır etməkdə onun içərisinə gedir. Hər danışan haqqı demir ki, danışanların böyük əksəriyyəti haqqı gizlətmək üçün danışır. Haqqı demək üçün yox. Yəni, belə bir cəmiyyətin içərisində mütləq o maneələr var və inanmıram ki, elə bir insan olsun ki, dünyada sevginin olduğunu bilməsin, ya sevgini yaşamasın, ya görməsin. Sadəcə, o necə ki, bir adam bir şeyi bilər, amma onun ötürməsini necə ötürüm, onu bilməz. Hər bir şeyin bir metodu var. O metodu bilmir, ötürmə yollarını bilmir, sevgisini ötürə bilməyən insanlar var. Sevgini dərk eləyib, anlayıb, hətta onu ən belə bəsit mənasında qəbul edib, o hissi yaşayıb, amma onu ötürə bilməyən insanlar var. Bu insanlar da yetişdirən ailə deyil artıq, cəmiyyətdir. O cəmiyyət onun açılmasının qarşısını alır. Yəni bizik. O cəmiyyət deyəndə kimdir? Məsələn, bizim evimizdə övladlarımız yaşayır. Bizim ata-analarımız məgər bizə belə tərbiyə verib? Yox, onların verdiyi tərbiyə qədər biz yaxşıyıq. Və uşaqlarımız ancaq bizdən alırmı tərbiyəni? Mən də onu demək istəyirəm. Növbəti hissəni aldıqları yer ki, cəmiyyətin özüdür, çıxdıqları, o düşdükləri ortamdır. Sadəcə bir müddətdən sonra hər bir şəxsin müəyyən bir səhvlərindən, düzlərindən sonra hər bir şəxsin özünün o arınma, təmizlənmə dövrü var. Artıq anlayır ki, nə doğrudur, nə... Gec olmurmu bəzən? Heç vaxt gec deyil. Bütün səhvləri edib 50 yaşında artıq keçmişdə etdiyin səhvləri anlayıb təzə ağ kağızdan başlamaq olurmu? İnsan üçün mümkün olmayan heç nə yoxdur. Elə bir varlıqdır ki... O heç də. İnsan üçün mümkün olmayan... Yəni, onun haqqı yoxdurmu sizcə? Yəni, bir insan dərk eləyib, dərk eləməyən belə dəyişdirir həyatını. Mənə elə gəlir ki, hər şey bugün başlamaq lazımdır. İnsan yaşlandıqca daha çox... Niyə?
Çünki da gözəlliyin nə olduğunu, Nə vaxt bilir? yaşamağın nə olduğunu, həyatın nə qədər mənalı olduğunu və mənaların harda yerləşdiyini insan yaşadıqca başlayır anlamağa. Bir beyt şeir insanın bütün əhval-ruhiyyəsini dəyişə bilər. Doğru. Və onun o yaşam tərzinə belə təsir edə bilər. Əhval-ruhiyyənin dəyişməsi o deməkdir ki, sənin bir inam o sabaha inamın artdı. Yaxşı tərəfi dəyişirsə əhval, sabaha inam. İnam artan kimi arzu dünyaya gəlir ondan. Bunu belə edərdim. Və sonra başlayır şaxələnməyə arzu. Çünki siz dediyiniz kimi işin içərisində ailə var, tək deyilsən. Bəli. Sən bunlar bir yerdə olanda xoşbəxt olursan. Sən xoşbəxtliyi, səadəti tapdığın bir ortam var, bir mühit tamlıq var. Bəli. Onların biri əksik olanda, biri çatmayanda o sənin o səadətindən alınır. Sən onları bir yerə yığana qədər əziyyət çəkmisən. Yığılandan, hazır olandan sonra sən o rahatlığı onda tapırsan. Bu bir Bəzən Allah Teala da imkan vermir axı o rahatlığı tapmağa. Bəzən Allah Teala başqa işlərlə, başqa problemlərlə insanın başını qatır və görürsən ki, artıq rahat olduğum zaman mənim rahatlığım pozulur. O da var axı. Yəqin ki, səfərlərə çıxmısınız bir yerə. Bəli. Əgər öz avtomobilimiz varsa, ya bir yaxın adamımızın avtomobili varsa, onu ilə çıxmısınız səfərə. İndi onda çıxmayım səfərə ki, çax deşilə bilər, məsəl üçün. Mühərrik dayana bilər, işləməz. Yəni onda bir yük aparıram ki özümlə. Bu avtomobilin xeyri nədir mənə? Yəni əvvəlcədən onları düşünsöz ki, bunlar başıma gələ bilər, pis şeyləri düşünsöz, onda gərək səfərə çıxmayasınız. Yox. Mən də başa gələndən sonra bəzən olur ki, insan övladını evləndirir, nəvəsi olur, 60 yaşı var. Artıq deyir ki, evləndirmişəm uşağımı. Nəvəm də var. Nəvəmlə oynayacağam. Bir də görürsən ki, elə bir hadisə baş verir ki, heç zamanın çatmır o nəvənlə oynamağa. Nə qədər zamanım var, onsuz o bizim əlimizdə deyil. O bizim əlimizdə olanlardan danışaq. Məsələn, bizim gücümüz çatmayan... Niyə belədir də? Bax, mən onu bilmək istəyirəm. Niyəsini soruşuram mən. Ayıb müəllim, niyə belədir? Deyir, Quran-ı Kərimdə buyurur ki, biz insanı, Tin surəsində deyir, biz insanı ən gözəl biçimdə yaratdıq. Yəni, ən gözəl biçim nə deməkdir? Nədir? Daha ondan o yanı yoxdur yəni. Yoxdur. İnsan ən gözəldir. İnsan ən gözəl. Çünki insan mürəkkəb varlıqdır. Bəli. Çox mürəkkəb varlıqdır. Bəzən deyirlər ki, elə yaşamalısan ki, rəhmət aparmalısan. Axı, sən düz yaşasan, zaten xeyirli bir insan olacaqsan. Doğru yaşasan. Doğru yaşamaq nədir? Sən sevgi görməlisən, sevgi verməlisən. Başqa bir şey, Hüseyn Cavidin demək dili ilə desə, yəni bu dünya məhəbbətdən ibarətdir. Nizami Gəncəvi deyir, cahan eşqəstü, digər zərq-i sazı, həmə bazisti, illa eşq-i bazı. Bu dünya deyir, eşqdən ibarətdir. Eşq üçün yarandı. Allah Teala eşqdən yaratdı bu dünya. Hər kəsən bir şey üçün gəlir bu dünyaya, aşiqlərdən başqa. Aşiqlər düz yerlərinə gəlirlər də, dünyanı eşqdən yaradıb axı. Bir də aşiqlər düz yerinə gəliblər. Qalanı gəlib bura o şeyi almaq istəyir dünyadan ki, dünya onun üçün nəzərdə tutulmayıb. Və onu almaq istəyən insanlar nakam gedirlər bu dünyadan. Kam ala bilmirlər. Məsəl üçün də gəlib indi bu, mən dediyim daim budur ki, bu kağız buraxan cihazdır, aparatdır. Ondan kağız istehsal edir. Biri gəlib daş çıxartmaq istəyir oradan, biri gəlib dəmir çıxartmaq istəyir oradan, biri tamam başqa. Yəni, bunu kağızdan başqa heç nə istehsal eləmir. Bunu anlayan adam bu dünyada kama çatır. Yox, o ki çalışır, tamam başqa istəklərin ardıcan gəlir. Bu dünya o çərçivələr içində nəzərdə tutulmayıb, Nizaminin sözü. Və məqsəd də elə budur. Yəni, sən bir belə zövqün içərisində yaşasan, gördüyün insanlardan, xoş ünsiyyətdən, sonra Allahın yaratdığı neymətlərdən, bu gözəlliklərdən istifadə eləsən, onları pozmadan, digər insanların da onlardan istifadə etməsinə şərait yaratsan. Əsas məsələ budur. Şərait yaradırıqmı? Öz azadlığınla başqalarının azadlığına qəsd eləməsən, əlində olanın kifayət olduğunu görüb ətrafınla bölüşsən, evindən, ailənlə bütövləşsən, birləşsən, insanlara etibar eləsən, hətta bir müddət
əziyyət görsən belə etibarını davam elətdirsən, sən bu dünyada o Nizaminin dediyi o cihazdan öz istədiyi almış, dünyadan getmiş insan olacaqsan. Ümumiyyətlə istədiyinizi almısınız bu həyatdan? Mən bu gün ölsəm, yəni indi ölsəm, uf demərəm ona. Çünki bir insan nə edə bilərsə, həyatdan nə zövq ala bilər, düzdür. Almaq istədiklərim də çoxdur, yaşamaq istədiklərim də çoxdur, arzularım da çoxdur. Amma bu gün ölsəm, uf demərəm. Bu qədər deyə bilərəm. Ədalət uğrunda əzmlə haqqa doğru gedən maneə Polad da olsa dəlib gedəcək deyirsiniz. Bugün şüşə maneələri belə qırmaq olmur. Ədalət o şüşə maneəni qırmaq gücündə deyil. Bugün neçə Polad əyilib o maneələrin qarşısında. Necə dəlir o Poladı ədalət? Bilirsiniz, bayağı bir zaman sözüdür. Bəli. Bəzi məsələlər var ki, onlar zamanla bağlıdır. Bəzi məsələlər var ki, onlar insanların o polada çevrilə bilməsi ilə bağlıdır. Bugün dünyada ədalət hər yerdə doldu daşıdı ki, məsəl üçün bizə çatmadı. Yox, dünya özü ədalətsizdir. Zaten simvol olaraq dünyanı əgər bir neyəsə bənzətsək, onu bənzətdiyimiz şey gərək ədalətsiz bir şey olsun. Bənzətdiyimiz şey gərək qeyri-kamil bir şey olsun. Onun kamilliyə doğru getməsi vacibdir. Bizim səhvimiz o şüşənin, o qarşıda olan maneənin qalınlığında, möhkəmliyində deyil, onu dərk etməyimizdə deyil. Bizim səhvimiz onu qıracaq qüvvənin o bizə görə tam kamil olduğundadır. Yəni o kamil deyil. Sənin əlində olan çəkicin rezindirsə, ya bilmirəm, taxtadandırsa, qarşıda daşdır, dəmirdirsə, sən burada allanmısan. O elə tarixən, əbədiyyən... Kim verir əlimizə o rezini? Biz özümüz seçirik o öz taleyimizi, ha tərəfə dönəcəyimizi, harada dayanacağımızı özümüz seçirik. Mənim bir şeirim var, deyir, Dilbərim köyünə adəmliyi attım, gəldim, mən bu əl çatmaz olan zirvəyə çatdım, gəldim. Satdı Adəm babamız cənnəti bir boğdaya, mən də dünyanı həmən qiymətə satdım, gəldim. Bəzi yolsuz yola gəlsin deyə çıxdım yoldan. Nə qədər cahili qəflətdən oyatdım, gəldim. Burada bəzi yolsuz yola gəlsin deyə çıxdım yoldan. Yəni mən yolu bilirdim, hədəfi də bilirdim. Amma yoldan çıxdım ki, o yolun kənarında olanlara, yolunu itirmişlərə kömək olum. Kənardan baxan deyər ki, bu da yolunu azıb mənim üçün. Bəli. Amma sən kömək etmək xatirinə çıxmısan oradan. Bir də insan yolda səhv eləyə bilər. Məsələn, bir yerdən bir yeri gedirsənsə, yolda hədəfi biləsən əsas, yolda səhv eləyə bilərsən, bir dalana girərsən, çıxmaz, yol yoxdur, qayıdarsan dala, əyri gedərsən, yenə qayıdarsan, bir kəsdən soruşarsan, amma hara getdiyini bilirsənsə, qorxusu yoxdur. Vay o gündən ki, yola çıxmısan, amma deyirsən, gedim də görüm başıma nə gələr, hara getdiyini bilməyəsən. Bir sual var, siz işlədirsiniz bu ifadəni, indi sizə ünvanlayacağım və cavabını istəyirəm. Çəp baxıb düz görmək. Düz istiqamətdir. Rakurs adətən var bizim verilişlərin böyük əksəriyyətində bizim əyləşəndə üzü tamaşaçılara əyləşirik yəni. Bəli. Amma burada məsələn üzbəüz əyləşmişik. İndi biz düz oturmuşuqsa demək əyri danışırıq. Adətən əyri oturub düz danışmaq. Yəni bunlar prinsip etibarilə məqamında bir fikri dəyişdirmək üçün istifadə olunur. Amma əqidəni dəyişdirmək üçün yox. Yolu dəyişdirmək üçün yox, düşüncəni dəyişdirmək üçün yox. Müəyyən bir kiçik bir dəyişkənliklər insan həyatında o günü dəyişdirsin, o anı dəyişdirsin. Amma sənin həyatını dəyişdirsin, o başqadır. Bəzən deyirlərdi, bir baxış insanın həyatını dəyişdirdi. O baxışdan deyil. O dəyişdirmir həyatı. Sonra gəlirlər 10 il bir yerdə yaşayırlar. O baxış, o incə şeirlərin o necə deyərlər, vəsf eləyə bilmədiyi baxış 10 ildən sonra düşmənçiliyə çevrilir. Deməli, o hələ o baxış deyil. O istəyir ki, o baxış olsun. Bir insanın istəyi, arzusu,
və önünə çıxan şəraiti də özünə uyğunlaşdırması hələ o demək deyil ki, bu doğrudur. Bir məqam da var. Bayaqlar siz verilişdə əyri oturub düz danışmaqdan danışdınız. Bir də var ki, gözün içinə dik baxmaq. Siz insan var ki, gözün qaçırdır. Gözün içinə baxmağa qorxur. Adətən bir-birini çoxdan tanıyan insanlar üçün deyirlər onu. Çox oturub duran insanlar üçün və yaxud bir yerdə iş görüblər, bir yerdə müəyyən hadisələrin içərisində olublar, macəraları olub. O insanlar hətta üz-üzə oturmaq, söhbət etmək, üz-üzə oturmaq belə ola bilər ki, çətin olsun. İnsan birinci müdafiəsini düşünür. Bu nəyə bənzəyir? Məsələn, götürüb bir şey belə atsalar adama, birinci əlini gözünə tutur. Başqa yerlər əzilmir bəyəm insanın. Amma gözü ilə gördüyünə görə, göz o daha tez sezdiyinə görə o təhlükəni, onun üçün insan birinci gözünü tutur. Bu da necə avtomatikdirsə, refleksdirsə, insanın özünü müdafiəsi də refleksdir. Yəni, söhbət əsnasında mənim xoşuma gəlməyən və yaxud, bilmirəm, məni pis, çətin vəziyyətə qoya biləcək tərəfə əgər mövzu gedəcəksə, mən avtomatik oradan qaçmaq üçün müdafiə olunacağam. O müdafiə sırasında gözü də qaça bilər adamın. Anladım. Deyirsiniz, həqiqətin ətəyin it kimi qapan nakəs, öləndə itdən iraq, it kimi ölüb gedəcək. Bax, it kimi ölmək necə olur, rahat ölmək necə olur? Ümumiyyətlə, görmüsünüz it kimi ölüb gedənləri? Biz bunu müşahidə eləyirik. Vacib deyil ki, bir insan tabutun içərisində insanların çiynində gedir, bu deməkdir ki, insan kimi gedir. Yox, o sənin ardınca gələnlərin o məqamda, ya sən dünyadan gedəndən sonra sənin haqqında deyilənlərin və yaxud sən dünyadan gedəndən sonra nə boşaldı dünyadan, insanlar hansı o itkini hiss elədilərmi? Onlar vacibdir. Burada it kimi ölüb getmək, görürsünüz, itdən də bir üzrxahlıq var orada ki, yəni o varlığın taksiri deyil ki, o küçədə, bilmirəm, çox pis vəziyyətdə ölür hansısa bir zibillikdə filanda. Yəni bu o itin günahı deyil. O onun yaşam tərzidir. O yaşam tərzinə uyğun da o cür ölməli idi. İnsanlar da var ki, o bahalı geyimlərin, bilmirəm, yaxşı həyatın içində əslində o zibillikdə yaşadıqlarını hiss eləmirlər. Onlar o mənəvi cəhətdən elə bir o pisliyin içərisindədirlər ki, onlar onu hiss eləmirlər. Onların üzündə təbəssüm yoxdur, onların sabaha inam, etibar yoxdur. Onlar üçün dünyadan getmək, özləri üçün yaratdığı zindanın içərisində ölməkdir. Amma bir məsələ də var ki, biz məsələn heyvanları insanlar üçün misal çəkirik də. Məsələn, bu it kimi ölmək. Ümumiyyətlə, heyvanlar insanlar üçün misal çəkilməməlidir. Heyvanlar insanlar üçün o nəsihət obyekti olmamalıdır. İnsan heyvandan üstündür. Üstün üçün, insan üçün daha üstündən misal çəkmək lazımdır. Səndən aşağı olan bir varlıq sənə nümunə ola bilməz. İnsana nümunə ola bilməz. Bizim at vəfalıdır, it filan belə misallar çəkmək əslində insanlığımızı aşağı endirir. Kiçik böyüyü özünə tabe eləyə bilməz. Günəşin səması deyə bilmərik. Səma günəşdən daha böyükdür. Səmanın günəşi deyəcək. Cibin pəncəyi demək olmaz. Pəncəyin cibi deyəcək. Kiçik böyüyə həmişə tabedir. Ona görə insan o misal götürəndə də özünün tabe olduğu, özünün ehtiyacı olduğu böyükdən misal götürməlidir. Özünə tabe olan, əlinə baxan bir varlıqdan, it, məsələn, ya at, insana tabe olan bir varlıqdan, insana əlinə baxan, insana möhtac olan bir varlıqdan nümunə götürməməlidir. Eyni zamanda deyirsiniz, əsl həqiqət ölümdür. Rəiyyət ol, yaşa, bu fani aləmdə yox fərqi kim gəlib gedəcək. Bəli, bu fani aləmə yox fərqi kim gəlib gedəcək. Niyə bunu anlamır insanlar? Bunu niyə o malı, mülkü çox olanlar anlamır ki, ya fəhlə ol, ya nazir ol, ya hər hansı bir idarə rəisi ol, fərq etmir. Hamı eyni gedir bu həyatdan. Bu mələklər, belə bir pritça var, bəlkə də bunun bir sənədi var ki, hardan gəlir bu söhbət, bu əhvalat. Ancaq bir dialoq şəklində mələklər
Allahdan soruşurlar ki, bəs bu insanlar necə yaşayacaqlar dünyada? Bir halda ki, ola bilirlər ki, öləcəklər. Bir gün öləcəklərini bilən insanlar necə xoşbəxt ola bilərlər həyatda? Daim yadlarında qalacaq ki, bunlar öləcəklər. Orada yaradan da deyir, mən onlara elə bir zəif yaddaş verdim ki, onlar o ölümü o cür, o necə deyərlər, qabarıq şəkildə hiss etməyəcəklər, duymayacaqlar və yaşamlarına davam edəcəklər, rahat yaşaya biləcəklər. İndi bu həqiqətdir. Bu dialoqdan nəticə bizi maraqlandırır və nəticə də budur ki, həqiqətən insanın yaddaşı zəifdir. Məsəl üçün, bu gün gördüyünü ya qiymətləndirə bilmir, qiymətləndirsə də tez unutur. Onu, yəni, mənə aiddir, məndə hər şey yolundadır, hər şey normaldır. Özünə yaxın buraxmır o hissi, hə? O, yəni, çalışır ondan uzaqlaşsın, onu o hisslə bərabər yaşamaq istəmir. Onun fikrini çəkmək istəmir. Yaddaşı zəiflik təkcə burada göstərmir özünü. Başqa məsələlərdə də, məsələn, etdiyi pisliklər var. Məsələn, amma bir dənə yaxşılıq eləsə, hər yeri. Yəni, insan biraz fərqli varlıqdır. Bunu kamil deyil, məlum məsələdir. İnsanlar hamısı eyni cür deyil və eyni cür heç vaxt olmayacaqlar. Ruhun ağrısı ya cismin ağrısı hansı dözülməzdir? Normal halda ruhun ağrısı vicdanın ağrısıdır mənə görə. Yəni, vicdanın ağrısı cismin ağrısından bir şeylə fərqlənir. Cismin ağrısının zamanı var. Onun ağrı kesicisi var, ilacı var, dərmanı var. Amma vicdan ağrısının dərmanı yoxdur. Vicdanı təmizləmək olmur. Güya, məsəl üçün tarixdən misal deyək, güya bunun üçün 40 gün qaranlıq bir yerə enib çilə çıxartmaq, 40 gün tək qalmaq, sonra bir bağlı yerdə ibadətə məşğul olmaq, bir səhraya gedib, ya bilməm, bir vadidə, insanların az keçdiyi olmadığı bir vadidə məskunlaşmaq, orada ibadət etmək və onu ilə özünü təmizləmək kimi özü ilə barışmaq. Reallıqda mümkün deyil. Reallıqda hər kəsən öz vicdanının əməyini və bəhərini yeyəcək. Hər kəsən. Cənnət və cəhənnəmə inanırsınızmı? İnsanların cənnəti də var, cəhənnəmi də var. Hardadır o? Onu göstərə bilsəydim, yəni deyə bilsəydim hardadır, bu çox rahat, yəni siz də soruşmazdınız yəqin ki. Əslində o bizim elə bayaq dediyimiz vicdanımızın içində yerləşir. Vicdanımız bizə yaşadır cənnət və cəhənnəmi. Hər kəsin öz mələyi var. Necə ki, Peyğəmbərə o mələk götürürdü Quran ayələrini. Hər kəsin, hər bir insanın özünün mələyi var. O mələk ona o haqqın nə olduğunu deyir. Niyə bəs biz eşitmirik? Yox, biz şeytanı eşidirik daha çox. Yox, elə eşidirik onu. Eşidirik. Onun səsi də bərk çıxır. Biz eşidirik də onu. Bu nəyə bənzəyər? Məsəl üçün, biz yerdən keçirsən, sürətlə keçirsən, bir adam da əl eləyir sənə. Sən o qədər sürətlə keçirsən ki... Görmürsən. Yox, görsən də deyirsən ki, daha mən necə saxlayayım? Saxlaya bilməzsən, bəli. Sürətin çoxdur. Çoxdur sürət. Tələləri, o cəhənnəmin tələsini biz qururuq. Və özümüz üçün qururuq onu. Çünki o zamanı buraxırıq ki, güya bu zaman necə ki bir çox dərdlərin əlacıdır, bunu da unutturacaq. Zaman ağrı kesicidir. Kəsir, ağrı. Kəsir, müvəqqəti kesir. Amma o günlərin bir günündə yenə də ortaya çıxır. İnsan öz içinə endikcə ki, tək qaldığı zaman öz-özü ilə ki, o mütləq baş verir. Məsəl üçün, mənə görə o hər gün yatmazdan əvvəlki bir dövr var, zaman var orada. Yuxuya gedənə qədər. Gedənə qədər. Orada demirəm ki, mən orada nə etmişəm, onları gözüm qabağını götürüb əziyyət çəkirəm. Bəraət qazanmağa çalışıram, adını belə qoyaq. Etdiklərimə bəraət qazanım. Onlara bir düstur axtarıram ki, təmizə çıxardım özümü. Bunu buna görə etdim. Özümü təmizə çıxartmağa cəhddir o. Həmin o vicdanı qarşısında, hər kəsin öz vicdanı qarşısında o cür bir imtahan verir. Amma bu ağır
işləri var bunun. Məsəl üçün, böyük günahları var, insan törətdiyi, kiçikləri var. Zavodda işləyən 5000 adam idarə eləmək var. Bir kiçik yerdə 5 nəfər idarə eləmək var. Bunlar fərqli-fərqlidir. Bu dünyada cənnəti yaşayırıq, yoxsa cəhənnəmi? İnsan var ki, bir laləzar göstərərsə ona, onun içərisində bir solmuş gül olar. Onu görər. Onu görər. İnsan da var ki, solğun günlərin içərisində bir dənə qönçə olar. Bütün nəzərini ona dikər. Yəni, hər kəsən bir cür yaşayır onu. Güzgüyə ey dil, nə surət baxsa, rüsva görsənir. Kim görünmək eşqinə görsənsə, bica görsənir. Damcıya bir damcı gözlə baxmağın təsiri yox. Damcıya bir damcı gözlə baxmağın təsiri yox. Kim ona dərya gözü ilə baxsa, dərya görsənir. Yəni, o damcının böyüklüyü, kiçikliyi, damcı və ya dərya olması onun özündə deyil. Sənin baxan gözdədir. Baxandan asılıdır. Yəni, sən ona əgər dərya nəzəri ilə baxa bilirsənsə, sən onu dərya kimi görəcəksən. Yox, o dərya da olsa, sən onu damcı görəcəksən, çünki damcı sənin gözün damcı görür onu. Siz bugün nə yaşayırsınız? 2 il əvvəl həyata necə baxırdınız? Bugün baxışınız dəyişibmi? Məşhur Həzrət Əlinin bir kəlamı var. Ondan soruşurlar ki, qeyb aləmi barədə soruşurlar. O deyir ki, əgər qeybin pərdəsi açılsa, mənim gözümdə nə bir şey artar, nə bir şey azalar. Yəni, mən buradan da onu dəyişmədən görə bilərəm. Yəni, heç nə təəccübləndirməz məni. Mən inanmıram ki, 2 il çox qısa bir müddətdə insanın o böyük fövqəl fikirlərinin meydana gəlməsi ya dəyişməsi üçün 2 ili deməzdim, amma təbii ki, o dəyişim belə baş verir. Məsəl üçün, əgər bir qohumunuz ya özünüz də çıxasınız öz məhəllənizdən, gedəsiniz, 2 il yaşayasınız bir başqa məmləkətdə, 2 ildən sonra gələndən sonra deyirsiniz, o, bura necə dəyişib? O hasar dəyişib, o ağac, o bu filan. Amma gündəlik o dəyişim gözünüzün qabağında baş verəndə o 2 ili yaşasınız burada, heç bir dəyişimi görməyəcəksiniz. Çünki o güllər, çiçəklər, ağaclar, rənglər, hasarlar, divarlar sizin gözünüzün qarşısındadır. İnsan özünün kamilləşmə prosesini hiss eləyə bilməz. Amma başqa bir cəmiyyətin içinə düşərsə, orada müqayisələr apara bilər. O müqayisələrdə özünün nə qədər yanlış, ya yaşadığı cəmiyyətin nə qədər yanlış olduğunu və yaxud nə qədər özünün öz yaşadığı cəmiyyətdən irəlidə olduğunu orada müqayisə eləyə bilər. Bizim çox təəssüf ki, müasir dünyada bu qədər texniki imkanlarımız ola-ola daxili aləmimizin müqayisə imkanlarımız çox azalıb. Və mən çox təəssüf eləyirəm ki, bizdən sonra gələn nəsil, baxmayaraq ki, bütün informasiyanı telefonlarında, o texniki vasitələrdə saxlayacaqlar, özlərinin o qərar alma, qərar qəbul etmə o imkanları daha da məhdud olacaq, ona təəssüflənirəm. Əslində, mən başqa tərəfdən soruşmuşdum, indi gələcəm əsas məğzə. Deyirsiniz, qəlbimə yerləşmir əvvəlki həvəs, vaxt ötüb, biraz da daralıb qəfəs. Yenə əvvəlki dək alıram nəfəs, amma o əvvəlki adam deyiləm. Məsəl üçün, əvvəlki insan deyiləm deyil. Məsələn, adam sözünü işlətməyim orada hər dəfə təkrar olunur o qoşmağın içərisində. Məqsəd də elə odur. Yəni, Adəm nəfsinə görə dünyaya indi, nəfsi səbəb oldu buna. Yəni, gündən-günə mən də o nəfsimdə o deyiləm. İnsan yaşadıqca hər şey xarab olur. Ümumiyyətlə, dünyada nə varsa, dünyaya gələndən xarab olmağa başlayır, ta məhv oluna qədər gedir. İnsan köhnəlir, yoxsa qocalır? İnsan həm köhnəlir, həm qocalır. Hansı qorxuludur? Yəni, mən köhnəlməyi daha çox qorxulu hiss eləyirəm. Çünki köhnəlmək ruha aid bir şeydir. Yəni, cismani olaraq onsuz da hər şey xarab olur da, o qeyd edədiyim kimi. Amma hər şey xarab olmağın fövqündə hər şey dağıntıya doğru gedir, çürüməyə doğru gedir, insan bədənidir. Dünyaya nə gəlsə, daş belə qocalır. Dünyada nə var, hər şey qocalır, yaşlanır və xarab olmağa doğru gedir. Bircə mənəviyyatdan başqa. O kamilləşməyə doğru gedir. Hər kəsdə.
Hər kəsdə ola bilər indi bir cür getsin, sürətləri fərqli olsun, amma hər kəsdə gedir. Amma bir çoxlarında azalır axı. Yox, azalmır. Qocaldıqca görürsən ki, sanki ağıllarını itirirlər. Yox, o hələ cavanlığa nisbətən Hələ yaxşıdır. yaxşı qalıb deməli. Biraz hələ gəlib üstünə. Çünki o ibrət alıb axı hadisələrdən filandan. Amma kamilləşdikcə də əvvəlki hiss eləyirsən, məsələn, əvvəlki adam deyilsən. Dünən güldüyün şeyə bu gün gülmürsənsə, dünən ağladığın bu gün ağlamırsansa, dünən təəssüfləndiyin bu gün yəni bunların arasında bir fərq varsa, deməli səndə bir proqres var. Səndə bir ruhani yer dəyişmə var. Və sabah da gərək bu gününlə barışmayasan. Əgər sabah da bu gününlə barışmırsansa, deməli növbəti mərhələyə keçə bilmirsən sən. Bu da insan qala bilərək, insanlığı qoruyaraq olmalıdır. Yoxsa öz-özlüyünü mələkləşərsən, əslində mələkləşmək insanlıqdan uzaqlaşmaq deməkdir. Yaxşı mənada da uzaqlaşanda pislik eləyəcəksən insanlığa, bəşəriyyətə, pis mənada da uzaqlaşanda insan qala-qala kamilləşmək lazımdır. Nizami Gəncəvi deyir, Məcnun gəlib heyvanların içində oturmuşdu, vəhşilərin içində oturmuşdu. İnsanlar gəldilər o vadidə, kim ki dincəlirdi, karvanlar filan, ona baxıb ələ salırdılar onu. Hər kəsin öz qüdrətini göstərir. Biri gözəl atını sürürdü onun qabağında, biri geyimləri ilə fəxr eləyirdi, biri gücünü göstərirdi, qolunu atıb, daş atıb. Hər kəsin gəlib qabağında teatr kimi bir tamaşa göstərirdi və onun qabağına yemək yatırdılar. Onu çox aşağı bilirdilər. Yemək yatırdılar qabağına ki, heyvana yemək atan kimi. O ki, cəmaat çıxıb gedirdi, ruzu verirdilərdi, sanki özlərini Allah bilirdilər, ona aşağı bilirdilər özlərini, atırdılar. Onlar çıxıb gedəndən sonra Məcnun yeməkləri paylayırdı heyvanların arasında. Yemək qalıb, heyvanlar da ətrafında da, heyvanlara o yeməkdən verirdi. Sonra bir müddətdən sonra deyir ki, o vəhşilər onu ruzu verən bilib, ruzu sahibi verib, ona təzim edib, baş əyirdilər Məcnunla heyvanlar. Çünki ruzunu o verir. Deyir ki, Nizami o heyvanlarla, o heyvanların arasında bir fərq yoxdur. O özünü göstərib Məcnun qabağına atanlarla, bu Məcnun qabağında əylənlər arasında fərq yoxdur. Onlar da heyvandılar, bunlar da heyvandılar. Çünki bunlar da bilmirlər ki, ruzu verən kimdir. Bunlar da bilmirlər ruzu verən kimdir. Şəhərdən, mühitdən, insanlardan qaçaraq heyvanların içərisində insan olmaq asandır. İnsanların içində insan olmaq. İnsanların içində insan olmaq, insanların içində o insani xüsusiyyətləri qorumaq, saxlamaq çətindir. Allah niyə bizi sınayır? Mən bunu deməzdim ki, yəni böyle bir ifadə var ki, Allah insanı imtahan eləyir, Allah insanı sınayır. Mən düşünmürəm ki, Allah insanı incitməklə onu sınayar. Biz öz bəlalarımızın, öz bəd əməllərimizin əziyyətini çəkirik. Yəni, müəyyən bir əməllər ki, törədilir cəmiyyətdə, onun nəticəsini biz də dadırıq da. O əməlləri törədən də bizim kimi insanlardır. Və biz onların qurbanı olmuruq. Eyni zamanda insanlığın, öz insanlığımızın, bugünə qədər bizə miras buraxılmış insanlığın qurbanı oluruq. Bugün siz sınanılırsınız, düşünürsünüz. Yox. Ya əgər sınanılıramsa, mən hər gün sınanıram bir insan olaraq. Yox, mən sınanmaq deyilən bir şey yoxdur. Çünki öz təbii halımdayam. Rol oynamıram mən. Rol oynamaq zövqünü də bilmirəm. Heç özünüzə sual verirsinizmi ki, niyə mən keçən il mən sizi verilişə dəvət etmək istəyəndə siz xəstəydiniz? Bəli. Doğrumu? Və ağır xəstəlikdən əziyyət çəkirsiniz. Bax, niyə siz? Siz axı heç kimə pislik etməmisiniz. Heç kimlə işiniz yoxdur. Haqqı deyən adamsınız, doğruları danışan adamsınız. Hətta qəzəllərinizdə belə deyirsiniz ki, mən haqqı demirəmsə, deməli mən qəzəlxan deyiləm. Niyə bax siz? Ümumiyyətlə o düşüncədən tam uzağam ki, niyə mən? Amma dediyiniz sualı da cavab verəcəyəm. Buyurun. Məsəl üçün belə bir insanların içində fikir var da, gezir ki, yəni filan kəsin başına kərpiç düşdü.
daha irrasional düşünürdü. O kərpic düşdü başına, səbəbi o idi ki, o bu pisliyi eləmişdi. Onun əvəzinə Allah da onu cəzalandırdı. O kərpic düşdü başına, öldü. Yox, mən elə düşünmürəm. Ancaq onu daha rasional, daha real düşünəndə o külək o kərpici tərpətdi, oradan yağış yudu altını, o məqama düşdü. Bu da o zərurət baxımından gedirdi çörək almaya dükana, düşdü başına. 30 il mən siqaret çəkmişəm, məsəl üçün. Sonra müəyyən, indi biz müharibədə, döyüşdə iştirak eləmişəm, orada gedib palçığın içində yatmışam. Streslər. Günlərlə filan, stresləri var bunun filan. Hər şey qatışır, bir-birinə gəlir və ona diqqət yetirməmsən, bir dəfə də olsun həkimə gedib yoxlamamısan özünü filan. Bunlar üst-üstə yığılıb. Bu sənin səhvlərindir şəxs olaraq. Sən nə qədər gözəl düşüncə insan ola bilərsən, haqqı deyən insan ola bilərsən, amma öz bədənvə qarşı diqqətli olmamısan. Öz vücuduva, öz sağlamlığına qarşı diqqətsiz olmusan. Bu da onu göstərir. Ya maşına getdim, nə üçün mənim çarxım deşildi, təkərim partladı. Sən təkəri vaxtında dəyişməmsən, o yeyilib, öz... Yox, hər hansı bir tikinti şirkəti gətirir ora mismar, nə bilim, nə atırsa, mənim maşınım oradan keçir, yığışdırılmırsa, onun günahkarı axı. Yaxşı, bunu da bu cür düzmək olmaz ki, o tikinti şirkətinin səhvini Allah elətdirdi ki. Yox. Yəni, bunlar hamısı müəyyən insanların bəhanələridir. Həyat, bu reallıq bizim öz əlimizdədir. Biz öz boyumuz boyda, öz ağlımız, öz səviyyəmiz boyda bir həqiqət və ədalət yarada bildikmi ki, sonra Allahdan da tələb eləyək nəsə, bizə verdiklərindən bir şey düzəldək əvvəl, sonra nəsə də tələb eləyək. Sonra nəsə böyük bir şey istəyərik, deyərik. Amma əlimizdə olandan biz də istifadə edə bilmirik. Biz öz gücümüz çatanı yerinə yetirə bilmirik. Öz gücümüz çatanı eləyə bilmirik. Təəssüf. Tələb etdiyimiz isə böyükdür. Məsəl üçün, biz hələ insanı yaxşı tanımırıq. İnsanı bilmirik hələ. Heç vaxt da tanımayacağıq. Heç vaxt tanımayacağıq da. Çünki Allahın yolunda olmayanlar Allahdan danışırlar. Həccə gedirlər, amma gəlirlər burada, xalqın malını talayırlar. Bu göz qabağında olan bir şeydir də. Və yaxud da gedir həcc ziyarətinə bir qadın, əgər onun qaydalarına riayət etməyəcəksənsə, ay bacı, nə var gedirsən ora? Mən sözün açığı bu yerlərə enmək istəmirəm. Yaxşı dediniz, enmək istəmirəm. İnsan əgər getdiyi yerdən, olduğu yerdən, gördüyündən, eşitdiyindən özü üçün bir faydalı bir şey götürə bilmirsə, o cəmiyyət üçün də içinə götürə bilməyəcək. Sən cəmiyyətə faydalı olmağın üçün gərək özündə nəsə ol. Mən onu belə, məsəl üçün bir hadisə ilə əgər insanlara çatdırmaq olsun, bir adam bataqlıqda batır və onun o batma müddəti 1 dəqiqə çəkəcək, 30 saniyə çəkəcək, onun öləcək də 30 saniyə. Sən nə etməlisən? Sən də atsan özünü ora ki, onu xilas eləmək üçün. Yəni, gedəcəksən onun ardınca. Bu fədakarlıq olmadı. Bu ağılsızlıq oldu. Ağılsa deyir ki, insana ki, onu xilas eləmək üçün qaçıb ətrafdan bir budaqdan, bilmirəm, taxtadan bir şey tap ki, ağacdan bir şey tap, uzad ona və onu xilas elə. Sən getsən, onu tapsan o ağacı, tapmasan, gəlib görsən, batıb, yenə də sən haqlısan. Doğru. Hətta o ölsə belə. Yox, işsiz də ölsüz, sizi bu qədər insan axtarır, heç kimin sizdən xəbəri yox. İndi sən xəbər verə bilərsən, haradadır onun meyidi, onun meyidini ailəsinə Yəni, burada o qədər incəliklər var işin içində. Fədakarlıq ya özünü qurban vermək ağıl da tələb eləyir. Ağılsızlıq səviyyəsində olmamalıdır. Cəmiyyətə elədiyin yaxşılıqlar ağılla olunmalıdır, ölçülü bir şey olmalıdır. Ölçüsüz necə gəldi, ola bilməz. İnsanlığın bir görsən, o yaxşılığın faciəsinə çevrilir. Elədiyin yaxşılığın cavabını çox pisliklə alırsansa, deməli, sənin yaxşılığın ölçüləri doğru deyildi. Yaxşılığın meyarları doğru deyildi. Yaxşılıq elədiyin obyektlə sənin aranda olan münasibətlər doğru deyildi. Sonra deyirlər ki, yaxşılıq yoxdur bu dünyada. Sən onu düz ölçülü eləməmsən. Sən yaxşılığı məqamında, yerində, zamanında və ölçüsündə eləməmsən. Bunların birində qüsur olub ki, o sənin üstüvə başqa cür qeyd edib. Bir. İkincisi də ağıl bu dünyadakı yaşamda qəlb öz yerində, bilmirəm, hiss öz yerində, duyğular öz yerində, amma ağıl çox vacibdir. İnsanı dünyada idarə edən şey ağıldır. Ağıl insanın
fiziki müdafiəsidir. Sən qorunmadan, sən müdafiə olunmadan başqasını da müdafiə edə bilməyəcəksən. Sənin başqasını müdafiə etmək bacarığın, başqasına kömək etmək bacarığın birinci özünə etdiyin köməkdir. Amma bu o mənada yox ki, gedim talayım, hamısı mənim olsun, sonra bir nəfərə çörək verirəm orada. O mənada yox. Sən həm fiziki, həm mənəvi olaraq güclü olmalısan ki, digərlərini müdafiə edə biləsən. Yoxsa sən zəif halınla çıx ki, mən onu müdafiə edirəm, səni də əzəllər, onu da əzəllər. 1000 qoyun qurban kəsib, 100 məscid inşa eləmək bir könül sındırmağı örtən peşmançılıq deyil. Xaliqə xidmətdirsə niyyətin əziz tut bəndəsi, Allah Allah qışqırıb gəzmək Müsəlmanlıq deyil. Bəli, biz nə vaxt bunu anlayıb düz yola gələcəyik? Hamı Allah Allah deyir, bayaqları dediyim məqamdır. Yəni məscidləri də tikə bilərlər, qoyunlar da kəsə bilərlər. Sözlər, ümumiyyətlə söz belə bir qüdrətdir ki, onu müxtəlif variantlarda deyə bilirsən, amma fərqi yoxdur, hədəf həmişə eynidir. Yəni, bu mən dediyim beytləri 1000 ildir insanlar deyiblər. Yəni, böyük insanlar əsərlərində deyiblər, fəlsəfi düşüncələrində. Amma siz də biraz sərt deyirsiniz də. Fərqlidir, mən də fərqli deməyə çalışmışam, amma hədəf eynidir. Sadəcə bədii cəhətdən onu başqa cür geyindirmişəm. Yəni, onun geyimi fərqlidir. Niyyət də budur ki, bəzən məvəddət deyilən bir şey var. O məhəbbətin biraz yüksək formasıdır. Yəni, bir insana deyirsən ki, mən səni sevirəm, sevgimi hiss elətdirirsən, onu bildirirsən. O sözlər ona müəyyən qədər dəva olur, dərdinə çarə olur. Amma mən o sözü deyə bilmirəm. Onu belə misal kimi deyə bilirəm. Amma onu bir insanın üzünə gəlib demək çox çətindir. Onun əvəzinə daha doğrusunu, daha doğru bir variantdan istifadə. Məsəl üçün, bir stəkan çay qoysan qabağına, bilmirəm, uşağa bir şey hədiyyə eləsən, bir başını sığallasan, yəni o məhəbbəti göstərməyin də formaları var. Vacib deyil ki, onu sözlə ifadə edib keçəsən. Onun üçün bəzən o haqqı tələb eləyən, haqqı deyən insanlar özləri əməldə onu göstərməlidirlər, göstərə bilməlidirlər. Onda həm dedikləri söz inandırıcı olur. Yəni, bir əhvalat yadıma düşdü, bir qul ağasından çox əziyyət görür. Bu cümə günləri də görür ki, o dini rəhbəri İmam Cümə orada söhbət edir. Bir gün yaxınlaşır ona, deyir ki, bir gün söhbət elə qulu azad eləməkdən, onun yaxşı cəhətlərindən. Mən zülüm çəkirəm də, bəlkə ağam rəhmə gəlsin, məni azad eləsin. Məsələn, bir cümə keçir, 2 cümə, 5 cümə söhbət eləmir. Bir də 10-cu cümədə söhbət gəlir, çıxır və o söhbəti eləyir. O söhbəti eləyəndən sonra oradan da ağaya təsir eləyir. Bu, gələn kimi qulunu azad eləyir. İndi bu azad olmuş qul əslində bir 5 həftə, 10 həftə əziyyət çəkib. Gəlir İmam Cüməyin yanına, deyir ki, mən sizə 10 həftə bundan əvvəl demişdim. Bu 10 həftə içində bir gün tapıb deyə bilmədiniz ki, bunu gözlətdiniz məni bu qədər və əziyyət çəkirdim axı mən. O şəxs də cavab verir ki, deyir, o müddət ərzində mən biraz pul yığdım, bir qul aldım və qul azad elədim. O hissi yaşadım. Onun nə olduğunu bildim. Həm onu deyəndə indi sözümün də gücü oldu. Çünki insanlar da eşitmişdilər ki, mən qul alıb azad eləmişəm. İndi həm əməldə onu göstərdim, həm də daha inandırıcı oldu. Yəni, söz sahibləri, gözəl sözləri deyən, Allah Allah deyənlər, şəxslər cəmiyyətin içərisində həm də yaxşı əməllər görməlidirlər ki, nümunəvi olmalıdırlar ki, onlardan bir ibrət götürülsün. Sonra getsin ailəsində bir şəxs, bir ata, bir ana övladını onu köçürə bilsin, onu ötürə bilsin övladına. Cəmiyyət o ilə sağalır, sağlam olur. Bu şərq üçün keçərlidir. Bəlkə qərb üçün olsaydı, məsələn, Avropa üçün sual versəydiniz, onu tamam başqa cavab verərdim. Necə cavab verərdiniz? Yəni, oranın o indeksi bir başqadır da. Yəni, oranın yaşam tərzi başqa olduğuna görə daha real, daha liberal düşüncəlidir insanlar orada və o keçərlidir. Yəni, oraya üçün ürəyi yumşaqdır, rəhimlidir, təbiəti yumşaqdır sözləri və bunun arxasında dayanan yaxşılıqlar keçərli deyil. Hətta onlar
alçaldıcı bir şey də çevrilə bilər. Yəni sən mənə bu yaxşılığı eləməklə mənim bacarıqsız, zəif və aciz olduğumu sübut eləmiş olursan mənə deyə qayda bilərlər. Sənə oranın o formatı, yaşam formatı başqa olduğuna görə orada deyilən söz və olunan əməllər də artıq ona görə dəyişəcək. Və hər cəmiyyət özü tələb eləyir ki, o ilə necə müdarə eləyəsən, o necə idarə eləyəsən. Hər cəmiyyətin öz tələbləri var. Yəni bizim cəmiyyətdən çıxıb həmin idarə aracları ilə, açarları ilə gedib, məsələn, Avropada idarəçiliyə mümkün olmaz. Bəs niyə Avropada təhsil alanlar gəlib burada idarə etməyə çalışırlar? Onlar da burada əziyyət çəkirlər, çətinlik çəkirlər. Məsələ odur. Və sonra da deyirlər ki, məsəl üçün başa düşmürük, mənim əmrlərim icra olunmur, məsəl üçün deyir, istəklərim icra olunmur. Çünki sənin o əmrlərinlə, o insanların o isti böyük-kiçik münasibəti, ağa-qul münasibəti filan onun arasında bir fərq yaranır, uçurum yaranır. Pul şahdır. Ən alçağı ən yüksəyə qaldırır pul. Acları toxlara möhtac edir pul. Gənc yaşda gənci ağsaqqal edir pul. Nədir axı bu pul? Bugünkü reallıqdır. Bugünkü yaşam tərzidir. Bugünün yaşam ölçüsüdür, meyarıdır. Kapitalizm quruluşunda da, yəni pulun şahlıq etdiyi bir quruluşda da onsuz keçinə bilməyəcəksən. Pul bütün tarix boyu olduğu kimi bu gün də müəyyən qədər hökmrandır. Yəni pulsuz kişi bəs. Namiq Şəfainin bir beyti var. Deyir, namiqa sözdür, deyirlər, ac olanma kişi ol, ac adamdan kişi olmaz, kişi də ac olmaz. Gərək insanın o ruhu ac olmasını, yəni ac adam olmayasan, gözün, könlün tox adam olasan, o səni bu dünyada yaşatdırar. Qarnı ac adam, evdə uşaqları ac olan bir ata, gözü tox ola bilir? Ola bilir. Mən o şeylərdən keçmişəm, məsəl üçün, o çətinlikləri yaşamışam həyatımda. Elə bir də dövr var idi 90-cı illərdə filan da. Məsələn, atam dünyadan getmişdi, həm böyümən idim ailədə. Çox idi sizin kimi əziyyət çəkənlər. Bəli, amma bugün ətrafa baxırsan, deyirsən, niyə mənim övladım o cür yaşamamalıdır? Niyə mənim övladım istədiyi ən azı bir ayaqqabını geyinməməlidir? Məsəl üçün, bizim əlimizdə rıçaqlar, kimin əlində nə rıçaq var, hansı təsir etmə rıçağı var, ondan istifadə edir. Məsələn, mən şeirlərimdə nisbətən bu mövzulara toxunuram. Düzdür, mən sırf sosial məsələlərlə bağlı şeirlər yazmıram, amma müəyyən bir ucu taziyanə, ki, satiranın əleyhinə olandır adamım əslində, amma bir ucu taziyanə, və ya da oxuduğumuz beytlər var idi ki, daha çox ictimai hadisələri, məsələn, qınamaq niyyəti ilə yazılan şeirlər də var. Amma bu qədər gücüm çatır. Mənim bir rıçaq var əlimdə, buna gücüm çatır. Daha çox o cəmiyyəti dəyişə bilənlər isə daha çox maddi dünyanın adamlarıdır. Yəni, onlar şərtləndirirlər. Biz şərtləndirmirik. Şəxslər, ayrı-ayrı fərdlər düzəlməlidirlər. Yəni, bir şeirim var idi, suallardan ibarət idi. Dodaq tərpədmişsən bir xeyir iş üçün, bir qapı açmışsan gediş-gəliş üçün, bir yetim gözündə sağ ol görmüsən, nəsə belə hamısı sual idi. Ki, bu suallar o şəxslər üçün ki, bundan zövq alsınlar. Bir insanı sevindirməkdən gözəl bir şey, böyük bir zövq yoxdur. Ölüm nədir? Ölüm o qədər şeydir ki, bəzən qurtuluşdur, bəzən dəyişik bir yaşamdır, bəzən ümiddir. Ümiddir hətta. Ümiddir hətta. Bəzən qorxudur, bəzən yuxudur. Yəni, ölüm nə deyil ki? Amma belə... Gerçəklikdir, ən əsası, reallıqdır. Sonumuz ölümdür. Yeganə bəlkə bildiyimiz doğru odur. Bir çox doğrular var, amma insanların ortaq nöqtəsidir. Yəni, burada heç kim deməyəcək ki, mən yox. Mən yoxam. Bu, bütün kainata aid bir şeydir və ölüm təkcə insanla məhdudlaşmır. Bütün gördüyümüz nə varsa ətrafımızda, hər şey ölümə məhkumdur. Yəni, onun bir ölüm halı var. O şey ki, tırtıl həyatın sonu hesab eləyirdi,
yaradan bəli, onu onu kəpənək kəpənək adlandırıb. Çünki o tırtılın ölümündən sonra kəpənək dirilir də. Yəni o mənada insan üçün ölüm hansı vaxtlarda o kəpənək halını alır və ya cəmiyyət üçün, bütün cəmiyyət üçün ölüm sadəcə bir fakt olaraq qalır ki, bu hər bir şeyin sonudur ya, insan həyatının sonudur. Kamillik ölmür. Sonra insanlıq ölmür. Yəni insan ölür, insanlıq özü ölmür. Cəmiyyətdə qoyduğun əməllər, ad ölmür. Və ölməyən bir dənə şey, çox vacib bir nöqtə var, o da məhəbbət də ölmür. Yəni o, necə ki deyir ki, enerji bir haldan başqa hala çevrilir. Mən demirəm sırf o fiziki hal olduğuna görə, bu daha çox mənəvi olduğuna görə. Amma bu mütləq insanlarda bilinir də, insanlarla yaşayır bir yerdə. Bir dostum var idi, bir gün bir şeir oxudu, ağladı. Heç ağlayan adam deyildi. Dedim ona ki, sən bu hissiyat ki var səndə, bu elə-belə ola bilməz. Bu bir şeylə bağlıdır səndə. Dedi, babamın əsərləri də var. Babam da bura yaxın. Deməli, bir insan öyrənir babası kimdir. O xalqda məlumat alandan sonra onun sevdiklərinə bir meyl eləyir. Gedim görüm orada nə var. Gəlir səni ora aparan bir şey olsun, səninlə bağlı bir şey olsun. Və həmin adam artıq o ədəbiyyatın içinə daxil olmaqla bir çox şeyin içinə daxil olur. Bir çox hissiyatın içinə daxil olur. Və başlayır hissləri itilənməyə onun. Çox iti hisslərlə başlayır yaşamağa həyatda. Düzdür, həmin adam biraz əziyyət çəkmiş olur. Çünki hər şeydən təsirlənir və o təsirini fərqli yaşayır, bəzən ağırlı yaşayır. Amma nəticə etibarilə o hisslər bir şeyi özündən ötürəndə məhəbbətlə ötürmüş olur. Yəni məhəbbətə çevrilmiş olur. İnsan nə edirsə onun içinə biraz məhəbbət qatır. Bu çox gözəl olur. Qatmalıdır əslində. Hər zaman qatmır, amma qatmalıdır. Amma qatarsa gözəl olar. Bəli. Və o məhəbbət, qatdığı məhəbbət həmin o formaya düşmək kimi bir şeydir. Bu bir formadan digər forma. Başqa bir adamda təzahür eləyir. Doğru. Həmin adam onu alır, ondan ötürür və bu şey bəşəriyyətin içərisində yaşayır. Bizim aramızda, cəmiyyətin içərisində gözəllik yaşadığı müddətcə, o məhəbbət yaşadığı müddətcə, ölümlər filan, bunlar hamısı o fantastika qədər uzaqdır insandan. Ölümün özünü də həyata çevirə bilən şey məhəbbətdir. Saatın əqrəbindən qorxduğunuzu bildim. Əvvəldə danışdıq bu barədə. Başqa nədən qorxursunuz? Əslində hər şeydən qorxuram. İnsan incidəcək, könlünü, bilmirəm, vaxtını, zamanını alacaq, könlünü naxoş edəcək, diqqətini öz işindən, gücündən ayıracaq. Hər şey qorxuludur insan üçün. Sadəcə bu qorxuların ölçüləri var. Biri çox qorxuludur, biri az qorxuludur, biri. Amma həyat qorxular üzərində qurulub. Qorxuram ki, birdən bir sözü düz demərəm. Qorxursunuz ki, birdən bir sual düz verməzsiniz. Qorxur ki, bizim əziyyət çəkən operator dostlarımız birdən o cür götürməz rakursu filan, işıq düz düşməz, kölgə. Yəni, hər kəsən bir şey üçün qorxur əslində. Bu qorxuları hiss edilənləri var, hiss edilməyənləri var. İnsan qorxu ilə yaşayır. Həyat qorxu üzərində qurulub. Kim onları dəf eləyə bilirsə, azaldırsa, minimuma salırsa, o insan daha az iştirak edir cəmiyyətin içində, cəmiyyətin həyatında. Kim daha çox cəmiyyətin həyatında rol oynayırsa, daha çox qorxur, daha çox qorxunun içindədir. Ev yanır, içində də insan var. Onu xilas etmək lazım olanda bilirsən ki, sən nə qədər oddan qorxmursan. Doğru. Ora qədər sən də bilmirsən ki, nəyə qadirsən. İnsan bəzi qüdrətini məqamı gələndə bilir, öz gücünü məqamı gələndə. Çünki ora qədər istifadə eləməyib ondan. Onda istifadə edir. Məsəl üçün, onu ana üçün demək olmaz. Övladı olsa orada, onun üçün o refleksdir, o qorxu hissi yoxdur orada. Və yaxud övladı üçün o qədər çox qorxur ki, özü üçün o qədər qorxmur. Oradakı deməli, qazanc bu itkidən daha üstündür. Ona görə məsələn, ana üçün onu demək olmaz. Amma cəmiyyətin içərisində
çox çalışan adam, çox zəhmət çəkən adam, həyatını insanlarla bahəm birgə yaşayan adam ən çox qorxu ilə özbəöz qalan adamdır. Bugün ən böyük arzunuz nədir? Bu çox da arzu. Amma böyük, uzun, uzadı, böyük arzular daha yoxdur. Yəni əvvəlki kimi o arzular deyil. Kiçik, sabit, bugünümüzü sabahımıza ötürə biləcək, sabahımıza ümidlərlə yenə yaşaya biləcəyimiz kiçik arzular var. Biri əmin-amanlıqdır. Müharibə olmasın. Və övladlarımız yaşaya bilsinlər. İnsan kimi yaşaya bilsinlər. Yəni, bundan gözəl arzu bilmə. Bunun içərisində hər şey var. Əgər insan kimi yaşaya biləcəklərsə, digər istəklərinə də nail ola biləcəklər. Bugün sizdən bir qəzəl istəsəm, ruhunuza yaxın bugün hansı qəzəli söylərsiniz? Ey nigaranım, vüsalım üçün xəbər göndər mənə, mənsizəm mən. Sən məni tap bir təhər, göndər mənə. Qalmağım üçün sağ, özün gəlməzdən əvvəl dilbərim, bir baxış can söyləyən çılğın nəzər göndər mənə. Torpağa düşmüş xəzəllərdən düzəldib bir çələng, öz əlimlə saldığım bağdan bəhər göndər mənə. Öz qəmin dərdin az olsa, yığ cahanın qüssəsin, hər dəfə göndərdiyin həsrət qədər göndər mənə. Bir dəlil göstər ki, sən varsan, cahan var, mən varam, varlıq içrə yoxluğumdan bir əsər göndər mənə. Ən xeyirsiz, ən biçimsiz, ən dəyərsiz hər nə var, lütfü qıl mən binəvaya, ver dəyər, göndər mənə. Arifəm, səndən nə gəlsə razıyam. Bundan belə bir ömür göndərdiyindən 5 betər göndər mənə. Verilişin çəkilişinə yaratdığı şəraitə görə Halikarnas balıqçısı restoranına təşəkkür edirik. Dalğalarda gizlənən ləzzət xəzinəsi. Halikarnas balıqçısı Xəzərin hüzur dolu dalğalarının sahilində özünə məxsus ləzzət macərasına sizi dəvət eləyir. Təzə balıq və müxtəlif növ dəniz məhsullarının ustalıqla hazırlandığı bu məkanda xoş anlar yaşayacağınız ziyafət sizi gözləyir. Kollektivimizin peşəkar xidməti və dəniz mənzərəsi ruhunuzu oxşayacaq. Kulinarlarımızın dadlı və keyfiyyətli məhsulları harmoniya eləyib, ənənəvi və modern ləzzətləri bir araya gətirdiyi təamlarımız sizi valeh eləyəcək. Halikarnas balıqçısı restoranı sadəcə bir yemək məkanı deyil, eyni zamanda unudulmaz anların yaşandığı doğma məkandır. Əgər siz də təbiətin və ləzzətin qüsursuz bərabərliyinə şahidlik eləmək istəyirsinizsə, Halikarnas balıqçısının qapıları üzünüzə hər zaman açıqdır. Halikarnas balıqçısı.